Panik atak ilk növbədə onu qeyd edeyim ki, bir vəziyyətdir, xəstəlik deyil. Leyla xanım, belə deyək də, yəni bir insan əgər panik atak tutubsa, həkimə gəlmədən özünü müalicə eləyə bilərmi? Panik atak bir şuuraltı problemdir. Panik atak keçirdən insan ilk növbədə nəfəs alıb vermə egzersizləri eləyə bilər. Çox öncə hansısa bir stres olur, hansısa bir travma olur və bu bir yerdə partlayır. Bəs bu şəhərdə daha çox rast gəlinir panik ataka, yoxsa rayonlarda, kəndlərdə? Şok, flankəsi kəsdi, doğradı. Yəni bu kimi xəbərləri qətiyyən oxumaq olmaz. TMS terapiya dərman qəbul etmək istəməyən insanlara çox qəşəng, uyğun, yəni beynə maqnit impulsları verilərək, dərmandan istədiyi nəticəni almayan insanlara çox qəşəng təsir eləyir. Son olaraq bunu deyim ki, yəni panik atak sağalmaz deyə düşüncəsindən çıxsınlar. Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında maarifləndirici verilişlərimiz davam eləyir. Qara Qırmızı layihəsinin bugünkü qonağı nevroloq Leyla Şahbazovadır. Leyla xanım, xoş gəlmisiniz. Xoş gördük. Necəsiniz? Təşəkkür edirəm, minnətdaram. Əla. Leyla xanım, istəyirəm sizi bir yaxından tamaşaçılar tanısın. Ona görə özünüz haqqında qısa məlumat verəsiniz. Mən Leyla Şahbazova, nevroloq və neyromodulyasiya mütəxəssisi və eyni zamanda da sayki asanlaşdırıcısıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm və Türkiyədə ixtisaslaşmışam. Belə. Belə neçə ildir fəaliyyət göstərirsiniz? 17 ildir. 17 ildir artıq bu sahə üzrə ixtisaslaşmısınız, maşallah. Leyla xanım, bax, ən çox bu ümumiyyətlə də, yəni insanların arasında yayılan panik atak deyilən, indi türklər ona başqa ad deyirlər və yaxud da ümumi adı bildiyimə görə panik atakdır və yaxud da onlar bir-birindən fərqlənir. İnsanları narahat eləyir. Mən özüm də bir sağlamlıq bloqeri kimi hərdən bu mövzulara toxunuram. Həkim kimi izah eləyə bilməsəm də, yəni öyrəndiklərimdən, bildiklərimdən yüz minlərlə insanlar baxır və baxıram ki, çox adamın problemidir. Niyə görə bu panik ataklar artıb və yaxud da panik atak nədir? Gəlin ondan başlayaq və artma səbəblərindən danışaq. Panik atak ilk növbədə onu qeyd edeyim ki, bir vəziyyətdir, xəstəlik deyil. Sizin dediyiniz isə panik pozuntudur. O fərqli türklər deyirsiniz. Panik pozuntu isə təkrarlanan panik atakların nəticəsində ortaya çıxan bir durumdur. Yəni bir xəstəlik biz buna deyirik. Niyə artıb? Çünki stres faktoru çoxdur artıq. Və insanların günlük həyatı, iş, ailə, gərginlik, yəni panik atakların sayını çoxaldıb. Yəni bu bir psixoloji xəstəlikdir, yoxsa fiziki bir fəsadlar da var buna? Ümumiyyətcə bir psixoloji bir durumdur. Yəni bizim orqanizmimiz özünü necə aparır normalda? Yəni hər zaman 3 formada özünü qoruyur da, ya dona kal, ya qaç, ya da mübarizə elə. Ya da mübarizə. Bu da panik atak da hər bir situasiyaya verdiyi bir reaksiyadır, cavabdır. Və nəyə görə bu çıxır? Səbəbi tam olaraq bəlli olmasa da beyində bir kimyasal dəyişiklik baş verir və bu ortaya çıxır. Yəni burada hormonlar da dəyişir də, bir dənə fiziki tərəfi bunu nə demək? Transmitterlər dəyişə bilər. Tam olaraq bəlli deyil. Amma fiziki olaraq, yəni altda yatan bir səbəbi olmur normalda. Yəni ki, panik atakda biz ürək ağrısı kimi hiss edə bilərik. Əslində ürəyimiz tam sağlamdır. Və yaxud da ki, insult keçirdirik sanki, bir tərəfimiz quruyur. Amma insult keçirtmirik. Yəni altda yatan fizioloji bir nədəni olmur. Yəni burada kortizol hormonunun yüksəlməsi səbəbi olur. Kortizol hormonu, adrenalin, yəni o zaman kortizol falan çoxalır belə. Yəni belə deyək, psixolojiyadan başlayır, amma bu müalicə olunması get-gedə fiziki fəsadlar ola bilərmi? Panik atak psixoloji olaraq başlasa da, bəli, bir müddət sonra bu durum bizi narahat eləməyə başlayır. Bu bizə yüksək təzyiq problemləri ilə ortaya çıxa bilər.
Depressiyaya, çünki artıq sosial həyatımız təsir altına alınıb, depressiyaya gətirib çıxarda bilər. Eyni zamanda da deyirlər qorxdum şəkərim, yəni şəkər falan kimi bir narahatçılıqlara yol aça bilər. Ona görə zamanında müalicə etmək lazımdır. Yəni belə deyək, təzə-təzə yaranan panik atak əslində qorxulu bir şey deyil, bizi öldürmür, amma panik atak uzun müddət davam eləyərsə, artıq bu bədənə fəsadlar verə bilər. Doğrudurmu? Düzgün başa düşdüm. Kortizol bizim stres hormonumuzdur. Düzdür və biz daim bu narahatçılığı keçirdikdə kortizol yüksək səviyyədə olur və onun yaratdığı fəsadlar baş verir. Zamanında müalicə, bəli, panik atak başda ilk dəfə keçirəndə çox qorxulu bir şeydir. Sonra insan öyrəşir və çoxsu da sağalmayacağım düşüncəsi ilə həkimə müraciət etmirlər və bu kortizolun səviyyəsi də yüksək olduğuna görə daim orqanizmdə saydığım fizioloji səbəblərə gətirib çıxarda bilir. Mən özüm də panik atak keçirmişəm, hətta sizin qəbulunuza da gəlmişdim. Bax, o ilk məndə panik atak tutanda, belə deyək də, yəni məndə zəlzələdən sonra baş verdi. Bizim evimiz 17-ci mərtəbədə yerləşir. Birinci zəlzələdə çox qorxdum, amma İkinci zəlzələdə daha çox davam elədi, o 45 saniyə. Bizdə 17-ci mərtəbədə, elə bil ki, 3-cü, 4-cü mərtəbədə hiss olunandan 3-4 qat artıq hiss olunurdu 17-ci mərtəbədə. Və mən uşaqla idim, uşağı, nə bilim, mühafizə eləmək var, falan var. Həmin ərəfədə məndə, məsələn, nəbz 200-ə qədər qalxmışdı, özümü klinikaya çatdırdım. Və sonradan panik atak tez-tez gəlməyə başlayırdı həmin ərəfələrdə və məndə bir qorxu yaranmışdı ki, klinikaya yaxın olum. Hətta fikirləşirdim ki, evimiz hərbi hospitalın yaxındır, bəlkə ora qaçıb özümü çatdıra bilərəm, infarkt keçirdəcəm. Bax, bu əlamətlər hər bir insanda mı olur? Yəni, əsas hansı qorxular gəlir? Yəni, niyə görə deyirəm? Panik atakı digər nevroloji xəstəliklərdən ayırt etmək üçün deyirəm bunu. Panik atak hər insanda fərqli keçə bilər, amma simptomları adətən ürək döyüntümüzün artmasıdır. Ürək ağrısı, sinəmizdə sıxılma kimi özün bürüzə verə bilər. Bəzən təzyiq oynaması ilə bürüzə verə bilər. Bəzən isə əldə, ayaqda keyləşmə, uyuşma ilə özün bürüzə verə bilər. Yəni hər insanda fərqli olaraq ortaya çıxan bir narahatçılıqdır. Yəni demək istəyirəm ki, insanların hansı əlamətləri var və necə davranırlar insanlar panik atak tutan vaxtda? Məsələn, mən klinikaya qaçırdım da, başqa insanlar necə davranırlar, davranışlar, məsələn, sizin pasiyentlərinizin hekayələrindən danışa bilərsiniz, məsələn. İlk növbədə onu deyim ki, ilk panik atak keçirən zaman bu dəhşətli bir şeydir. Onu deyir, yaşamayan bilməz. Çünki həqiqətən sanki ölürsən, o düşüncədə olursan. Pasiyentlər isə fərqli davranırlar. Kimisə xəstəxanaya qaçdığı halda, kimisə artıq liftdən istifadə etməməyə başlayır. Kimisə qapalı yerlərdən qaçır, kimisə cəmiyyətin olduğu mühitlərdən qaçmağa başlayır, sosiallaşmaqdan uzaqlaşır. Elə insanlar var ki, daim özü ilə valeriyanka daşıyır və elə insanlar var ki, sadəcə sağalmayacağam düşüncəsi ilə özünə qapanır və buna artıq depressiyada qoşulur. Valeriyan nə iş görür orada? Ümumiyyətlə plasebo effektidir, yoxsa ümumiyyətlə valeriyanın bir təsiri var panik atakda? Ürək döyüntülərində sakitləşməyə gətirib çıxardır və ən çox da pasiyentin özünü rahat hiss eləməsini sağlayır ki, yəni o düşüncə ilə ki, valeriyan içdim, artıq rahatam. Ürək döyüntülərim də azalacaq, panik atak keçəcək düşüncəsi ilə. Leyla xanım, belə deyək də, yəni bir insan əgər panik atak tutubsa, həkimə gəlmədən özünü müalicə eləyə bilərmi? Və yaxud da belə deyək də, inanclı insanlar daha çox belə deyək, namaz qılmağa başlayırlar. Yəni uzun müddət namaz qılmayıbsa, amma inanclıdırsa namaza başlayır. Biri gedir, nə bilim, hansısa bir pirə ziyarətinə gedir və yaxud da övliyadan məsləhət alır, biri psixoloqa gedir. Bu panik atak xəstələrinin ilk müraciət etməli olduğu həkim hansıdır? İlk növbədə kardioloqa müraciət edirlər və xəstələr başlayırlar, yəni panik atak keçirdən insanlar başlayırlar həkim gəzməyə. Mən infarkt oluram deyirlər. İlk növbədə düşünürlər infarkt olurlar. İnfarkt olmadıqlarını anladıqları zaman, kardioloji bir problemləri olmadığı zaman
endokrinoloqdan başqa bir həkimə və beləliklə gəzməyə başlayırlar və ən axırıncı nevroloqa gəlirlər. Amma ilk getməli olduqları nevroloq. İlk getməli olduqları nevroloq sadəcə olaraq ilk dəfə keçiriləndə deyirlər nə baş verir, nə oldu? Yəni onun şokunda olduqları üçün, yəni bəzi insanlar heç panik atak haqqında eşitməyiblər belə. Ona görə də ürək narahatçılığı ilə birinci özün bürüzə verdiyinə görə kardioloqa müraciət edirlər. Yəni bir növ beyin aldatmasıdır da. Bunu belə demək olar da. Yəni beynimiz bizi aldadır və qan dövranımız sürətlənir və biz panik atak oluruq da. Zaten panik atak bir şuuraltı problemdir. Çünki altda yatan ciddi bir səbəb olmadan, düzdür, panik atakın əlamətlərini verən səbəblər də var. Bu B12 vitamininin çoxluğu ola bilər, endokrin problemlər ola bilər. Lakin həqiqi panik atakda, yəni altda yatan bir səbəb olmadığı halda belə, yəni biz özümüzdə xəstəlik axtarmağa başlayırıq. Sualımın ikinci hissəsi qaldı bayaqki sualım. Yəni evdə özünü müalicəyə, mollaya getmək və yaxud da nə getmək. Nə edə bilərlər? Panik atak keçirdən insan ilk növbədə nəfəs alıb vermə egzersizləri eləyə bilər. Yəni doğru düzgün biz adətən sinədən nəfəs alırıq da. Normalda isə diafraqmadan almaq lazımdır. Bir neçə dəfə bunu təkrarladıqdan sonra, yəni panik atak tutduğu zaman dərindən nəfəs alırıq 4 saniyə ərzində. 4 saniyə saxlayırıq və 4 saniyə ərzində bunu buraxırıq. Bunu bir neçə dəfə təkrar eləyirlər. Və eyni zamanda da əllərimizi sıxırıq, ona qədər sayırıq və birdən boşaldırıq. Bu əzələrimizin əvvəl gərilib, sonra boşalmasının nəticəsində rahatlamış oluruq. Və eyni zamanda da panik atak keçirdən insan gözünün qarşısında nələr varsa, nə bilim, kitab nə boydadır, onun detallaşdırmağa başlayır. Ölçüsü, üstündə nə rəngdə yazı var və yaxud da ki, hansı qabın üstündə hansı bir naxış var. Bu yöntəmlərlə fikrini dağıtmağa başlayır və yaxud da ki, panik atak keçirdiyi otaqdan başqa bir otağa keçməlidir ki, rahatlama hissi gəlsin. Bunu edə bilərlər. Fərqli yanaşmaları olan insanlar olur. Siz deyiniz kimi, yəni beyin aldatması üçün. Kimsə hansısa pirə gedir, kimsə namaz özü də meditasiyadır. Kimsə meditasiyalarla, yoga ilə özünü sakitləşdirə bilir. Yəni insan istədiyi halda beynin, yəni şuuraltını inandırdığı halda həkimə müraciət etmədən də üstündən gələn insanlar, yəni bunu üstələyən insanlar var. Lakin bu durum davam etdiyi zaman mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Siz dediyiniz məsələlər ola bilər də. Məsələn, B12 vitamini artıqdırsa və yaxud da əksidirsə, bunu həkimə getmədən insan nə biləcək ki? Yox. Və yaxud da hər hansı bir başqa bir problem var, həmin problemdən qaynaqlanan bir şey. Endokrin problemlər, bəli, ola bilər. Zob problemləri ola bilər və yaxud da TSH deyirlər. TSH. Yəni onun yüksəkliyi və yaxud da aşağı olmağı, yəni tənbəl tərəfindən olması da buna səbəb ola bilər. Bəli. Yəni ona görə kontrol lazımdır ki, məncə bunu bilsin ki, adam birinci növbədə gəlib özünü yoxlatmalıdır ki, məndə bir fiziki qüsur yoxdur, fiziki problemdən qaynaqlanmır da bu. Düzdür? Mütləq şəkildə. Çünki panik atakla gəldikləri zaman belə hansısa bir müayinələr ehtiyac ola bilər. Dediyim kimi, altda yatan başqa ciddi səbəblər də ola bilər. Lakin bütün bunlar araşdırıldıqdan sonra heç bir problem yoxdursa, bunu artıq bəli, panik atak vəziyyəti və panik atak təkrarlandıqca panik pozuntu vəziyyəti deyək də diaqnozu formalaşır. O zaman ona uyğun müalicə aparılır. Narkomanların düşdüyü hal var, ona şuqaniya deyirlər də. Bu da panik ataktırmı, yoxsa bu fərqli bir şeydir? Həmin ərəfədən mi olur, yoxsa bu da təkrarlanırmı? Bu daha çox o anda onların keçirdiyi yetməzlik, yəni istədiklərini ala bilməməyə uyğun bir durumdur. Onlarda da panik atak ola bilər.
Amma bu daha çox istədiyimi ala bilməməklə əlaqəlidir. Yəni bu təkrarlanmır da, belə deyək, yoxsa necə? Necə təkrarlanmır? Yəni panik atak necə təkrarlanır? Məsələn, panik atakın baş verdiyi səbəblərdir, amma adam var ki, narkotik maddə istifadə edir, məsələn deyək ki, nəşə çəkir. Həmin anda onlar şuqaniya deyirlər, bir şeyə düşürlər də, həmin ərəfədə onlar ölə də bilirlər, ağıllarını itirə də bilirlər. Yəni bu başqa bir şeydir də, narkotik maddənin təsirindən yaranmış bir şeydir. Təbii ki, o tamamilə başqa bir şeydir. Təkrarlanma ehtimalı da ola bilir. Ümumiyyətlə bədənimiz dediniz ki, stressdən düşür də, daha çox panik atak stresi, amma səbəbi tam bilinmir. Tədqiqatlar onu göstərir ki, panik atakdan 6 ay öncə, bəzən 1 il öncə, bəzən bayağı bir çox öncə hansısa bir stres olur, hansısa bir travma olur. Və bu bir yerdə partlayır. Bəzi hallarda uzun müddət nəyəsə məruz qalırıq və bu bir yerdə özünü göstərir. Amma bəzi hallarda da araşdırırsan altda yatan, yəni bir travma yoxdur, bir stres. Bəlkə də var, hələ pasient onu yadına sala bilmir və yaxud da ifadə eləyə bilmir. Ola bilər. Və məsələn məndə o Türkiyədə zəlzələ baş verdi. Türkiyədə zəlzələ baş verdi. Mən bəlkə də bir həftə yatmadan o xəbərlərə baxdım. O binanın altından insanları necə çıxardılar falan eləyir. Sonradan məndə qorxu yarandı ki, birdən bizdə də baş verər, birdən bizdə falan eləyərik. Hətta beynimə şeylər gətirdim, xəyallar gətirdim ki, 17-ci mərtəbədən nəsən bir paraşüt zad olsa, nə bilim, buradan atlayarıq, nə bilim, miniyərik. Şeyə baxırdım o zəlzələ zamanı. O özü yığılan çarpayılar var ki, onlara baxırdım, amma gəldi bu baş verdi, Bakıda da baş verdi. 2 zəlzələnin ikisində də mən evdə oldum, tərslikdə. Ondan sonra o panik atak məndə partladı da, yəni orada bilirəm. Həm də ki, stresslə bağlı müəyyən bir stresslərim var idi, o stresslər də yığılmışdı da. Bəs biz panik atak, gələcəkdə panik atak olmamaq üçün normal insanlar nə etməlidirlər? İlk növbədə yuxu rejimimizə diqqət etməliyik. Stressdən bacardıqca uzaq durmalıyıq. Sizin etdiyiniz səhvi etməməlidirlər. Yəni ki, negativ düşüncələr materiallaşır. Yəni negativ informasiyadan uzaq qalmalıdırlar. Negativləri çağırmamalıdırlar, düşünməməlidirlər. Yəni mütəmadi olaraq da bir gəzinti etməlidirlər, fiziki aktivliklə məşğul olmalıdırlar. Yəni bunları etsələr daha onlar çox yaxşı olar. Bəs qidalanma baxımından, vitaminlər baxımından, məsələn bildiyimə görə D vitamini də insanın həyatında D vitaminin, amma bilib-bilmədən də içmək düzgün deyil. D vitamini mütləq şəkildə yoxlamalıdırlar ki, doza tənzimləməsi olsun. Çünki yetməzliyi qədər onun çoxluğu da fəsadlara gətirib çıxarda bilir. B12 vitamini qəbul edə bilərlər, amma yenə də yoxlayıb qəbul etmələri tövsiyə olunandır. Çünki çoxluğu da panik atak kimi narahatçılıqlarla, kürəkdə ağrılarla özünü büruzə verə bilər. Fiziki aktivlik, yəni beynimizi aktiv saxlamalıyıq. Yəni yaxşı yaxşı cəhətdən aktiv saxlamalıyıq. Yoga, meditasiya bunlar çox yaxşıdır. Piyada gəzinti məsələn. Piyada gəzinti, yəni ən azından 6-8 kilometr gəzilməlidir gün ərzində. Gün ərzində. Bəli. Bəs yüksək çəki, ağır çəkidə belə panik ataka gətirib çıxara bilərmi? Bəzi hallarda bəli ola bilir. Yəni o yüksək çəkili insanlarda kortizol hormonu daha zaten stres olduğuna görə onlar üçün bəli, kortizol hormonu yüksək olduğuna görə belə bir hallar ola bilir. Bəs bu şəhərdə daha çox rast gəlinir panik ataka, yoxsa rayonlarda, kəndlərdə? Şəhərdə təbii ki, daha çox rast gəlinir, çünki stres şəhərdə daha çoxdur. Xüsusən də megapolis şəhərlərində bundan daha çox rastlanılır. Panik atak, depressiya, yəni bu durumlar daha çox rastlaşır. Amma rayonlarda elə deyil. Rayon insanları? Rayon insanları, onlar təmiz havada olurlar. Daha çox başları işə qarışır. Daha çox başları işə qarışır. Yəni panik atak desəz bəlkə də işləyərlər ki, o nədir? Yəni. Panik atak yeni termindir, yoxsa bu nə vaxtdan başlayıb bu xəstəliyin öyrənilməsi? Yəni Sovet dövründə və yaxud da ondan əvvəlki dövrdə bunun adı nə gedirdi? Çox vaxt ona vegetativ damar distoniyası olaraq qələmə verirdilər.
Amma yəni o dövrdə panik atak durumu olaraq dəyərləndirmirdilər. Həyəcan təşviş pozuntusu var Həyəcan idi. təşviş pozuntusu olaraq deyə bilərdilər. Belə deyə bilərdilər. Və bunun da bir üsulu yox idi da. Mən o vaxtda biz rayonda böyümüşəm mən, Qobustan rayonu, əvvəl Şamaxının tərkibində idik. Bizim bir Allah rəhmət eləsin qohum həkimimiz var idi. Can həkimi deyirdilər ona. Terapevt də. Məsələn o yanına gedirdin. Əgər səndə heç nə yox idisə, kişilər gedirdi. Mənim atam gedirmişdi, dayım bir dəfə getmişdi. Deyirdi ki, get 200 qram vur, düzələcəksən. Dayım həqiqətən də içki içməyən biridir. İçki də çəkmir, içki də içmir. Bu gedib ki, bəs mənim istəyirəm, ürəyim ağrıyır falan. Bunu yoxlayıb, deyir, səndə heç nə yoxdur da. Yenə dirəşib də bundan ki, yox, nəsə var məndə falan. Görüb çox çəkib, deyir, sən araq çəksən, deyir, yox. Deyir, odur da, deyir, sən gedib 200 qram iç düzələcəksən. İndi, bax, indi sualımı ora getirirəm ki, Azərbaycanda insanların əylənmək mədəniyyəti çox vaxt yeməklə məhdudlaşır. Elə kimə deyirsən ki, gəl bir dənə vaxt keçirək, deyir ki, harda yeyək, harda yeyək. Yeyəndə də biz daha çox axşamlar yeyirik. Kebab oldu belə, quyruq kebabı falan. 6-dan 12-yə qədər, 1-ə qədər. Bax, biraz da bu stresi atmaq üçün, stresdən uzaq qalmaq üçün. Çünki bu panik atakı yaradan əsas məsələ stressdirsə. Stresi atmaq üçün hansı, bayaq dediniz əslində, piyada gəzməyə falan bizim. Bəs əyləncənin, məsələn, müxtəlif əyləncəli oyunların, müxtəlif məkanlarda vaxt keçirməyin bir faydası ola bilərmi stresi azaltmaq üçün? Çox, o deyir, flash işıqlar, qaranlıq olan məkanlar olmadan, bəli, oyunların, rəqsin, yəni stres atmaq üçün çox müsbət. Dostlarla zaman keçirmək. Dostlarla zaman keçirmək, sevdiklərimizlə zaman keçirmək. Bunların çox, belə deyək də, serotonin, dopaminin ifrazına səbəb olur və bu da bizi xoşbəxt eləyir. Yəni, stres atmaq. Çox belə həyatı çox ciddiyə almaq da. Yəni, adam var ki, belə oturub, belə qaşı qabaqlı falan, hər şey özünə yaraşdırmır, hamıya düşük deyir falan da. Yəni, belə müdrik insan kimi görünür. Baxırsan 20-25, 30, 25 yaşı var bunun indi çılğın vaxtlarıdır, amma özünü qoca kişi kimi aparır da. O cür həyat tərzi də panik atakların yaranmasına səbəb ola bilərmi? Panik atakların yaranmasına səbəb olar. Yəni əgər çox hər şeyi çox ciddiyə alırsa, hər şeyi çox dərindən düşünürsə, təbii ki, hər birimiz məntiqli olaraq düşünməliyik, amma çox dərindən, neqativ formada düşünürsə, bəli. Amma sadəcə xasiyyəti ağırdır. Yəni bu insan, yəni xasiyyəti ağırdır da. Yəni, o panik ataka səbəb olmaz. Amma neqativ düşüncələrə qapılmaq təbii ki, panik ataka səbəbdir. Bu gün indi Azərbaycanda saytları açırsan, şok, filan kəs öldü, Azərbaycanın nə bilim nəyi öldü, xalq artisti rəhmətə getdi. Baxırsan ki, nə bilim bu seridə nə bilim kim olub, Gürcü vətəndaşıdır, Azərbaycanda da buna xalq artisti adı veriblərmiş falan. Bu xəbərlər də təbii ki, o neqativ xəbərləri oxumaq da buna səbəb ola bilər də. Hər şeydən xəbər olmaq yaxşı bir şeydir, amma mən misal üçün şüuraltımı qoruyuram. Zaten pis xəbər gəlib tapacaq, bizim bundan xəbərimiz olacaq. Amma şok, filankəsi kəsdi, doğradı. Yəni bu kimi xəbərləri qətiyyən oxumaq olmaz. Amma oxuduqca da yəni həmən insanlar daha çox belə şeylər paylaşırlar. Zənnimcə düzgün bir şey deyil. Hətta Avropada, bəzi Avropa ölkələrində, hətta Amerikanın özündə mən məlumatım var, informasiyanın içində olduğuna görə bu tip xəbərləri xəbər saytlarında verilməsi qadağandır, televiziyalarda verilməsi qadağandır. Çünki o deyir, toplum panikası yarada bilər. Bəli, toplum panikası yarada bilər. O da çox, yəni insan tək şəkildə məntiqli düşünə bilən bir varlıqdırsa, toplum olaraq panikaya qapıldıqda orada məntiq itir, təəssüf ki. Məsələn, indi sizə bir sual verim də, koronavirus dövründə 2020-ci ildə ölən insanlar sizcə koronavirusdan öldürdülər, yoxsa panikadan öldürdülər? Mən deyərdim ki, çox insan sağala biləcəyi halda panik keçirdiyinə görə və panika keçirdiyimiz halda bu artıq bizim immun sistemimizə, hər bir şeyə təsir edə bilir. Yəni səbəb olaraq çoxsu
sağala bildiyi halda o durumdan çıxmadı. Niyə? Çünki panik keçirdilər və bu da spazm falan verir. Yəni mən özüm panik atak keçirdəndə yadımdadır ki, mən nəfəs alamağa çətinlik çəkirdim. Oksigen daha çox dolur diafraqmaya. Karbon monoksid çıxmır. Detallarına qədər də hamısın. Yəni çıxmır bədəndən. Oksigen də artıqlığı səndə artıq başlayır qan dövranı eləməyə. Məncə orada da məsələn o koronavirusa yoluxan insanlar görürsünüz ki, o panika ilə ciyərim partladı falan kimi elə ölürdülər çoxsu. Çoxsu bəli, təəssüflər olsun ki, panikaya qapılan insanlar yenə də qeyd edirəm, sağala bilərkən belə, yəni o ümidi itirib artıq durumum ölümcüldür düşüncəsi çoxsunu apardı. Leyla xanım, gələk müalicəyə, panik atağın. Biz əslində danışdıq ki, evdə özün eləyə bilərsən falan bəs məkan, amma insanlar bunu dözmək istəmir. 6-7 ay bununla vuruşum. Mən özüm vuruşmuşam, 1 il vuruşmuşam, belə eləmişəm, müxtəlif yollar axtardım. Düzdür, sizin də qəbunuza gəldim, siz mənə vitaminlər falan elədiniz. Sonradan biraz davam eləmədim, özümdə oldu günah. Bunun dərman müalicəsi mi varmı? Siz necə müalicə edirsiniz insanlara? Sırf söhbət eləməklə müalicə edirsiniz, yoxsa paralel olaraq dərman müalicəsi də aparırsınız? Bunun müalicəsi, psixoterapiya var. Konservativ, yəni dərman müalicəsi var. Transkranial maqnit stimulyasiya terapiyası, beyinə maqnit impulsları ötürərək müalicə üsulu var və Saiki seansları ala bilirlər bu pasiyent. Saiki nədir? Saiki bu çox vaxt panik atak bizim şuuraltımızda bir inanc olur. Bəzən heç bunun fərqində belə olmuruq və o da gətirir bizi panik ataklarla büruzə verir. Saiki üsulu isə normalda bizdə yarımkürələrdən biri o birisinə nisbətən daha aktiv fəaliyyət göstərir. Saiki seansları ilə isə iki yarımkürənin birlikdə çalışması seansıdır və tam beyin halı seansıdır. Bu zaman şuur altında olan o negativ inancın pozitivə dönüşdürülməsidir. Əksər insanlara bir seansa ehtiyacı olur. Bəzi hallarda, indi durumuna görə insanın bir neçə seansa ehtiyacı olmuş ola bilər. Yəni bir balanslaşdırma, bir şuuraltı işləmə durumudur. Yəni bu vəziyyətdən çıxmağa kömək edir də insana. Çox kömək edir və burada hər bir şey Saiki seansı götürən insanın özündəndir. Yəqin ki, həmin ərəfədə olaraq nəfəs məşqlərini falan evdə eləməli şeyləri də öyrədirsiniz. Yox, bu bilirsiniz necədir? İlk növbədə şuuraltıdan xüsusi bir əzələ testi ilə o deyir, lazımi cavablar alınır və artıq cavab alındıqdan sonra balanslaşdırma prosesinə gedir. Bu Saiki duruşu deyilir buna və Saiki duruşundan sonra artıq həmin insan gedir, belə deyək də, stres dönüşdürülməsi olur. Gedir və artıq panik atakdır, başqa həyəcan təşvişdir, yəni o durumlar artıq olmur. Etməsi gərəkən sonra xüsusi bir nəfəs idmanı falan deyil. Məsələn, mən panik atak keçirən dövrlərdə YouTube-a baxırdım. Orada bir dənə videoya rast gəldim. Həqiqətən də mənə kömək elədi o. Yəni ilkin mərhələdə o ki, mən sonraki mərhələdə deyəcəm nə üçün ondan mən xilas oldum. İlkin mərhələdə mənə məsələn deyirdi ki, gözünü yum. 15 dəqiqəlik, 20 dəqiqəlik bir video idi. Nə bilim, özünü təsəvvür elə bir dənə, nə bilim, qapı açılır, oradan dağa gedirsən, yaşıllıq çıxır qarşına. O yaşıllıqdan skamyaka var, orada oturursan, aşağıdan çay axır, onu hiss elə falan. Bunu 20 dəqiqə bunu gözümü açmırdım. 20 dəqiqədə buna qulaq asırdım. Bir də gördüm ki, o 20 dəqiqədə yatmışam. Ya da ki, oyanırdım, gördüm ki, rahatlaşmışam. Yəni bu taktikalar işə yarayırmı? Yəni siz öz praktikanızda istifadə edirsinizmi bunları? Mən istifadə etmirəm, amma istifadə edənlər var və bəli işə yarayır. Çünki çox vaxt olur ki, bu energetik psixologiya deyirik də, pasientlər onlara müraciət edirlər. O durumlarda, yəni siz dediyiniz, bu çox güman ki, siz dediyiniz Theta Healing deyilir. Yəni o durumdur. Yəni kömək etdiyi insanlar da ola bilir. Mən bunu necə deməli açdım da o məsələni ki, özümdən belə bir formula uydurdum, əslində bir hekayə uydurdum və düşündüm ki, bu məsələ çox oxudum da bu barədə, sizdən də yanınıza gəlmişəm, sonra
bir-iki başqa həkimə də getdiyim, yəni elə bir haldır ki, onu ancaq yaşayanlar bilir də. Adam tədirgin qalır, heç nə gözündə olmursa. Bunu keçirmiş bir həm də pasient kimi mən sizə danışıram bunu. Bir gün özümdə belə bir o qədər məlumatlar topladım. Özümdə bir hekayə qurdum ki, mən bir səhradayam. Və bu səhrada bir it mənim dalımcan düşür. Və bu itin ağzında dişləri yoxdur. Okay. Mən qaçsam, təngə nəfəs olacam daim. İtdən qaçsam, daim təngə nəfəs olacam, yorulacam, eləyəcəm, yıxılacam. Amma itin qarşısında dayansam, it mənə heç nə eləyə bilməyəcək, dişləri yoxdur da bunun. Aha. Və Çox gözəl. bu şəkildə, bu hekayəni özümdən qurdum da, təsəvvürünə gətir, özüm beynimdən də mənim yaradıcılığım var, şairliyim var falan. Bunu qurdum özümdə. Sonra başladım panik atak gələndə onu məzələməyə. Ben dedim, gəl görək eləyəcəksən falan, bəs məkan. Çıxırdım 17-ci mərtəbənin balkonuna, başlayırdım belə ləzzət almağa da bundan. O məşhur bir kəsin sözü də yadımdan çıxdı müəllifi. Deyir ki, gördüm bacarmırsan, zövq almağa başladım. Zövq almağa başladım da. Yəni ki, qan dövranım sürətlənir, nə bilim, biraz da kökəm arıqlayacağım, nə bilim, yeməyəcəm. Yəni o şəkildə qəbul elədim. Sonra yavaş özüm hətta çağırdım ki, gəl burada, yəni görək nə edirsən. Gəlmədi də, elə də çıxdı, getdi. Yəni bu taktikalar məncə işə yarayır. İnsanın burada qorxunun üzərinə getmək məsələsi var ki, məsələn onu da elədim ki, yəni məsələn metrodan qorxursansa bir dəfə gedib girməlisən ora mütləq. Əslində qalsa ən gözəl üsullardan biridir. In vitro üsulu deyirik biz buna, qorxunun üzərinə getmək. Və qorxunun üzərinə getdiyimiz halda o əvvəl bizə çox vahiməli kimi bir şey kimi gələcək. Sonra artıq görəcəyik ki, o necə gözümüzün qabağında küçülür. Yəni balacalaşır. Və bir müddət sonra tamamilə yoxa çıxacaq. Sizdə olduğu kimi. Peyvəndə bənzəyir də qorxunun üzərinə getmək. Həmin qorxu ilə adamı rastlaşdırırsan. Bəli. Bir nevi xatırladır. Çünki onunla rastlaşır. Görür çox qədər də qorxulu bir şey deyil. Yəni mən bundan baş edərəm ki, baş edir də. Leyla xanım, bəs sizin məşğul olduğunuz digər sahələr hansılardır? Bax, Azərbaycanda ümumiyyətlə insanların bir yeri ağrıyanda, bir xəstəlik tutanda bilmirlər ki, hansı həkimi. Hamı terapevtdən üstə qaçır. Hamı can həkimi deyirlər, yenə də onu axtarır. Və yaxud da dermatoloqa gedib deyirlər ki, mənim başım ağrıyır, mən neyim falan bəsbəkə. Sizin məşğul olduğunuz sahələr hansılardır konkret olaraq? İnsanların hansı problemləri olanda sizə müraciət etməlidirlər? Xəstəlik olaraq sayım, yoxsa simptom olaraq? Elə simptom da xəstəlikdən. Simptom olaraq desək... Adamlar üçün ki, xəstəliyi zaten diaqnoz qoyulandan sonra bilir, simptom sayısız daha yaxşı olur. Simptom olaraq bədən ağrıları, baş ağrıları, əldə ayaqda keyləşmə, uyuşma, iki görmə, bulanıq görmə, gizilti, şiddətli ağrı, yəni belə bir hallarda müraciət edə bilərlər və yaxud da ki, sidəyə getmə problemləri olduğu zaman müraciət edə bilərlər. Xəstəliklər olaraq isə Parkinson, dağınıq skleroz, baş ağrıların bütün növləri, migren falan belə. Migren, gərginlik tip baş ağrısı klassının, yəni birincili baş ağrıları deyirik də, neuropatiyalar, yəni çoxdur. Transkranial maqnit stimulyasiya ilə də məşğul olduğuma görə, yəni neyromodulyasiya mütəxəssisi olduğuma görə, obsessiv-kompulsiv pozuntusu olan insanların TMS terapiyasını edirəm. Autizmli uşaqlarda TMS terapiya olunur. İnsultdan sonraki vəziyyətdə, epilepsiyanın bəzi növlərində, həyəcan təşviş pozğunluğunda, panik atakda, yəni 20-dən çox nevroloji və psixiatrik xəstəliklərin TMS terapiyasını da aparıram. Eyni zamanda da bayaq qeyd etdiyim kimi sakit asanlaşdırıcısıyam. Yəni bu daha dərin bir mövzudur. Bəs hər hansı bir bilirik ki, tibbin inkişaf edir, müasir texnologiyalar çıxır. Hansı bir müasir texnologiyalardan, cihazlardan istifadə olunurmu müalicə prosesində? Bəli, transkranial maqnit stimulyasiya. Deyə bilərəm ki, bizdə olan TMS cihazı heç bir yerdə yoxdur. Və həqiqətən mən bu cihazı o qədər çox sevirəm. Çünki çoxumuz antidepressantlardan qorxuruq. Çoxumuz dərmandan qorxuruq. Və TMS terapiya dərman qəbul etmək istəməyən insanlara çox qəşəng, uyğun, yəni beynə maqnit impulsları verilərək, dərmandan istədiyi nəticəni almayan insanlara
çox qəşəng təsir eləyir. Və yaxud da ki, xroniki başqa xəstəlikləri çoxda onlara çox dərman təyin etmək olar, olmaz daha doğrusu və onlara TIMAS terapiya, beyinə maqnit impulsları ötürərək neyronlar arası əlaqə tənzimlənir və sağalma prosesi gedir. Neçə seans olmalıdır? Bu xəstənin halından asılıdır. Xəstənin durumundan asılıdır. Amma minimum 10 seans olunmalıdır və pasiyentin durumuna görə ən uyğun protokol. Yəni mövzu tək TIMAS cihazın olmağı deyil. Düzgün protokolla çalışmaqdır. Çünki bildiyi-bilmədiyi protokollar verdiyimiz halda TIMAS tamamilə zərərsiz prosedurdur bu arada. Sadəcə olaraq elə xəstəliklər var ki, biz orada neyronları aktivləşdirməliyik, elə xəstəliklər var ki, biz orada passivləşdirməliyik. Və bunu bilmədiyimiz durumlarda artıq təbii ki, tamamilə başqa bir şey ortaya çıxır. Siz bunun sonradan təhsilini almısınız da, belə deyək ki, bu universitetdə. Bu üzrə təhsil almışam. Son olaraq bunu deyim ki, yəni panik atak sağalmaz deyə düşüncəsindən çıxsınlar. Panik atak çox rahatçılıqla sağala bilən bir durumdur. Bu da sonuncu cümləniz tamaşaçılar üçün bir ümid oldu. Əziz dostlar, Leyla xanımdan hər hansı bir sualınız yaranarsa və yaxud da qəbuluna yazılmaq istəyirsinizsə, ekran aşağısında gördüyünüz nömrələrlə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Leyla xanım, sizə də təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Mən dəvətiniz üçün təşəkkür edirəm.